Salam, mən Fatimə Əzizova və bu mənim ilk uzun vlogum olacaq. Yəqin ki, məni Shortslarda paltar kombinlərkən görmüsünüz və mən də düşündüm ki, sabah rayona gedəcək akras. Niyə də bugünü vloglamayım? Bugün axşamından sabahın axşamına qədər çəkəcəyimi düşünürəm bu vlogu. Və həqiqətən çox təşəkkür edirəm. Artıq 200 abunəçi olmuşuq. Deməli, indi gedirəm axşam yeməğini yeməyə. Sonrası geçim saçımı yumağa. Çünki saçım 2 gündən bir yağlanır olsun. Dedim, saçımı da uyudum. Çay da koydum. İndi biraz gelip çay içeceğim. Prosta mən gözləyirəm ki, saçım qurusun birazcık. Sonra gelip peynəyəcəm. Mənim saçım ümumiyyətlə çox qəribədir. Bəziləri düz, bəziləri buruq, bəziləri karışımı, bəziləri isə qaradır. Mama kakras sırnikdə pişirir burada. Ümumiyyətlə mən tvaraqlı şiniktarı çox sevirəm. Sinifimizdeki oğlanlara 8 Mart'ta bize verdiğim həmin o stakan misal yeməyə yeməyi düşünmürük. Çünki harsı gelib yiyəcəyik və çay qoymuşuq yenidən. Sadəcə oturub çay içəcəyik. Hər gün günə 1 stakan suyla başlamağa çalışıram. Çünki bu şəkildə üzüm daha təmiz və daha aydın olur. 9'da amma biz hələ indi gedirik səhər yeməyimizi yeməyə. Ah, güzel. İndi heç özümüz də bilmirik hara gedirik. İşte indi bura geldik. Tabii 2 saat falan da gedirik. Yani yolda gedirik daha doğrusu. Ben neyse belə şeylerden qorxuram. Mən də buna qarşı travma var. Bazı vaxt minmişdim yani. Bunu? Ha, çox qorxuram neyse. Kız. Gel. Həqiqətən gəlirmiş. Çox səliqəli biri olduğuma görə bu şalvarı mütləq batırmalıydım. Ağ baş şalvar dözdə. Amma esin olmaz, gedib yuvaram evdən. Başımı qoyub qaçsaq görə nereye kısa verəcək? Yanındadır. Mama gedə qabaqda gediblər. Gəl. Qorxdun Eliş. Yalansa. Sağ Bu da bilmeyim bunu. Ben görmürəm heç nə. Başı üstə çıxıverədir. Baxın, kimsə top atıb deyəsən. Amma nə deyir, quş yuvası. Maşanı ayının evini tapdıq. Qorxulu görünür bu nəsə. Mən bilməyəcəksinə baxmadım. Mindik maşına və indi də gedirik günorta yeməyini yeməyə yer axtarmağa. Rayona gəlib qutab yeməsək olmazdı. Ona görə gəldik qutab yeməyə yol üstü. Bizə qarda göstərdim. Göstərəcəksən, gidəcəksən baxmalı. Gəl apı. Gedirik şəlaləyə. Gedirəm bu kadar maşını açarlamağa ki, gedək biz hələlik maşında oturaq. Panız da gəldi. Çəkmək istəyirdik burada. Amma bura remontdadır deyə çəkilmişəm. Amma buradan görmək olur. Şəlaləyə gedə bilmədik. Amma onun yerinə Lahaca gəldik. Güneşlidir bura. Ben bura gələndə 4 yaşım var idi. Qədim əşyalar da var. Baxın görünəcə doğrucu görünür. Çox yaldı. Neydi? Sən çox istəyirsən. Ölürsən önlərəcə. O boyda yolu dağılınca qalsın. Bunun da aramatı bambaşka diye bir iğne bulmadım. Yok o geçen. Yok. Mecburi. Bu təcili salandı da düzdür ki, sən bununla da verirlər. Bakın görün ne güzel görünür. Ha bu da tumunu verdim sana afar. Tabii gəlməyə ehtiyacı yox. Bu ne için böyle ağdı? Tutucu. Bu hansındandır? Bu şey. Biz Bergamot. Yox, bergamot. Dondurma kurusu da var buradan. Bir də limonludan. Geldik çay içmeye.
Burada oturduq, çayımızı içdik. Akşam yeməyimizi yedik. İndi gedəcəyik evə. Hələ Bakıya 2 saatlıq yolumuz var ama. Vəsiyon, gedirik evə. Oturub çay içəcəyik və mən bu videonu burada sonlandırıram. Düşünürəm ki, bu videoya çoxlu baxış gələcəksə, Novruz bayramında da bir vlog çəkərəm, amma daha uzun çəkərəm. Çünki bu videonu bayaq montaj elədim, 5-6 dəqiqəlik video oldu. Sağ olun.